Pika nədir? Yəni nə zaman pik olaraq dəyərləndirməliyik? Bunun haqqında biraz məlumat versəz. Qidalanma pozğunluğu belə deyək, uşaqlarda yeyilməyən qidaların yeyilməsidir. Düzdür, bəzən bu sizin sahə psixiatrik olaraq bu pikada ola bilər, amma biz uşaqlarda bəzən pediatrik problemlər də gətirib buna çıxarda bilər. Məsələn, hansısa bir mineral əksikliyi, dəmir əksikliyi gətirib çıxara bilir. Biz o zaman müayinə eləyirik ki, uşaqda nəsə bir əksiklik varmı? Bu minerallarda bir əksiklik yoxdursa, dəmir əksikliyi yoxdursa, bu zaman psixiatra yönəldirik. Çünki həqiqətən də o ola bilər. Amma əgər dəmir əksikliyindən baş veribsə, bu zaman çox vaxt yəni toparlanır dəmir əlavə etdikdən sonra. Çünki erkən aylarda biz 4 ayından başlayaraq dəmir profilaktikası veririk vaxtında doğulmuş uşaqlara. Erkən doğulmuşlara isə vaxtından əvvəl 1 ayından başlanaraq verilir. Bəzən uşaq gəlir ki, 8 aydır, hələ də yəni bu uşaq dəmir profilaktikası almayıb. Biz onu başlasaq da bəzən görürük ki, 1 yaşında artıq uşaq yeyilməyən qidalara meyl eləyir. Kənardan bir qaşığı götürür əlinə və yaxud küncləri yeyir, torpaq yeyir, saç yeyən uşaqlar olur məsələn. Amma bunların da bəzən son problemlərin səbəbi olaraq da dediyim kimi dəmir əksikliyi görünsə də bəzi uşaqlarda psixiatrik olaraq görə bilirik. Məsələn, trixotilomaniya. Bəli, məsələn, psixiatrik olaraq valideyn yenə depressiyası, valideyn ilgisindən uzaq qalan, ihmal olunan uşaqlarda Azərbaycancası kənarda qalan duyğudan nəzarət, duyğusuz qalan, duyğudan tənha qalan uşaqlar belə deyək. Yəni o uşaqlarda daha çox görürük də.